Əziz izləyicilər, hamınızı salamlayıram yeni videodan. MX2 Pro 8K, o məşhur TV-Box gətiriblər mənə. Deməli, bunun sistemi pozulub, ana ekranda yalnız Android yazısı qalır. Mən buna çətinliklə də olsa yazılım proşifka tapdım və TV-Box'u işlək vəziyyətə gətirdim. Bu tip TV-Box'lar üçün ümumiyyətlə yazılım tapmaq çox çətindir. Uyğun yazılımı tapsaq da tam işlək vəziyyətə gəlməyə bilər. Elə olur ki, Wi-Fi işləmir, elə olur ki, pult uyğun gəlmir. Sistemində müəyyən xətalar qalır. Mən çətinlik də olsa buna uyğun proşifka tapdım. Yəni bunun yazılımını yazmaq üçün mütləq şəkildə açmaq lazımdır və içindəki platasının seriyasına baxmaq lazımdır. Çünki bu TV-Box'larda versiyalar, platalar hamısı bir-birindən fərqlidir. Yəni gördüyünüz kimi üstündə 828 GB yaddaş olduğu göstərilir. Təbii ki, yalan məlumatdır. Çünki hamı üzərində nə yazılıbsa ona inanır, karabkasında nə yazılıbsa ona inanır. Deməli, bunda Rockchip prosesoru quraşdırılıb. Rockchip prosesoruna gələn TV-Box'larda ümumiyyətlə yazılım tapmaq mümkünsüz səviyyədədir. Özünə uyğun qeyri-rəsmi yazılımda çox təəssüf ki, Rockchip prosesorlara yazmaq mümkün deyil. Ona görə həmişə TV-Box alanda üstünlüyü Amlogic prosesorlara vermək lazımdır. İndi yazılımdan sonra ana ekranı hansı görüntüdədir onu göstərim və TV-Box'un doğru məlumatlarını göstərim. Yazılımdan sonra görürsünüz ki, ana ekran bu formada görünür. Bu MX2 Pro'ya məxsus olmayan bir ana ekran görüntüsüdür. Kimdə bu TV-Box varsa, onlar bilir ki, bu ana ekran görüntüsü bu TV-Box'larda yox. Bu Tynix'lərə məxsus olan ana ekran görüntüsüdür. Yazılımdan sonra ilkin ana ekran görüntüsü bu formadadır. Yazılımdan sonra bu formada işləyir. Tynix'ə məxsus launcherlər daha sürətli işləyir. Elə hiss olunur. Ayarları standart olaraq Android ayarları. Sonra indi proqram vasitəsilə baxaq görün doğru məlumatlar nədir bu TV-Box'da. Sistem, prosesor, Rockchip, yaddaşı burada görürük 1 GB, daxili yaddaş da 8 GB. Yəni
Qutunun üzərində göstərildiyi kimi 828-dən söhbət belə gedə bilməz. İşləmə sürəti də 1 MHz, yəni çox zəifdir. Android versiyasına baxaq. Android versiyası 7.1. Android 7 ilə gəlir və Android 7 ilə də qalır. Önəmli məlumatlara baxdıq. Prosesor Rockchip RK3229. Android'i dediyim kimi 7.1. Yaddaşı da ki, RAM-ı 1 GB, daxili yaddaşda 8 GB. Yazılımdan sonra işləməyi demək olar ki, normaldır. 1 GB RAM-a görə, Rockchip prosesora görə hələ ki kifayət qədər normal işləyir. Təbii ki, burada sürətli işləməkdən söhbət belə gedə bilməz. Ən əsası odur ki, TV-boxumuzu işlək vəziyyətə qaytardıq. Sahibinə xeyirli olsun. Siz də videolarımı bəyənin, kanalıma abunə olun. Belə problemli TV-boxları həll eləməkdə mənə yardımcı olun. Əgər kimdəsə belə TV-boxlar varsa, işlək vəziyyətdə deyilsə, onlara yazılım yazıb işlək vəziyyətə qaytarmaq olar. İzlədiyinizə görə çox sağ olun, var olun. Növbəti videoda görüşərik.